değerli soydaşlarım, bir dənə yayımı beğenin ki, auditoriyamız daha da genişlənsin. Ramiz Mehdiyev niye hapsedildi? Hamını düşündüren böyle bir sual var. Ramiz Mehdiyev niye hapsedildi? Her bir söz değil. Her bir söz değil. Ramiz Mehdiyev oturduğu stolda çevrilə bilmir. Yattığı kravatta tersine çevrilə bilmir. Dönə bilmir. Ramiz Mehdiyev devlet çevrişi eləyəndir. Ramiz Mehdiyev evden zaten çölə çıxmırdı. Ona ev dustağı verməkdən. Mənası nədir bunun? Nə mənası var bunun değerli həmvətənləri? Sadece Ramiz Mehdiyev devlet çevrişi etseydi kimi gətirəcəkdi? Hakimiyyətə. Niye bunu elə biraz da o canı sulu olan vaxtı, o vəzifələrdə olan vaxtı vurmadılar? İndi devlet çevrişi eləyəsiymiş diye yalandan yalanlar şov göstərirlər. Ramiz Mehdiyev niye həbs edildi? Birinci. İkinci, daha doğrusu niye bu şov kuruldu? Bak bu şov niye kuruldu? Bəziləri deyir Mehriban Əliyeva güc göstərir. Mehriban Əliyeva güc göstərirsə vitse-prezident postunu belə ləğv elədilər. Nə? Gəlin görək nədir bu? Niyə belə hadisə olubdur? Bu nə məsələdir? Niyə bu Azərbaycanda Ramiz Mehdiyevi həbs elədilər və yaxud belə bir şou düzəltdilər? Bu şoudur. Bu şoudur. Ramiz Mehdiyevin həbsi sadece kağız üzərindədir. Və medyada yayılan saxta şou xarakterli xəbərlərdir. Ramiz Mehdiyev vətənə xəyanətdə və dövlət çevrişində ittiham olunur. Birinci, əgər Ramiz Mehdiyev bu maddelərdə ittiham olunurdusa, niye o evindədir? Dövlət çevrişi etmək istəyən adam niye çöldə gəzir? Nə gəzir? İkinci, əgər bu həbs həqiqətdirsə, o zaman Ramiz Mehdiyevin güc strukturlarında işləyən nazir mavini, general mavini, reis, məhkəmə, hakim, icra başçısı olan çox saylı necə deyərlər kadrları və yaxud adamları var. Ramiz Mehdiyevin güc strukturunda işləyən nazir mavini olan general oğlu Teymur Mehdiyev niye dərhal işten çıxarılmır? O boyda Kemaləddin Heydarovun mavinidir. Bütün Fövqəladə Hallar Nazirliyi onun əlindədir. Axı Fövqəladə Hallar Nazirliyini qaldırıb elə bir çevriliş eləyərlər axı. O boyda güc strukturları, xüsusi xilas etmə, mülkü müdafiə, nənim dəniz xilas etməsi, sonra sahil mühafizəsi, nə bilim orada pajarnilər, ne kadar strukturlar var, idareler var. Orada 10 minilerle şəxsi heyət var. Hərəsi ailəsinizə töysə meydana, onlara da qoşulacaq, xalq çevriliş olacaq. Niye belə və Teymur'u işten çıxartmırlar? Teymur Mehdiyevi. Axı bu generaldır, ölkədə çevriliş etməyə potensial şəxsdir. Ramiz Mehdiyev əgər həqiqətən dövlət çevrilişində ittiham olunursa, o zaman Ramiz Mehdiyevin vaxtından indiyə kimi vəzifədə olanlar hamısı işten çıxarılmalıdır. Niye bircəciyi işten çıxarılmayıbdır? Ha? Niye? Ölkədə əsas məsələ nədir? Bəs Ramiz Mehdiyevin həbsi nəyə və kimə lazımdır? Ramiz Mehdiyevin həbsi nəyə və kimə lazımdır? İlham Əliyev Avropa səfərindən sonra Tacikistan'da Putin'le kucaklaşır, öpüşür. Bu artık Avrupa'nın hoşuna gelmir. Avrupa'da artık Əliyev'i Rus'un agenti kimi görürlər. Zaten şübhəliydi, inanmırdılar bu saxta Putin'le savaşa, inanmırdılar. Bir daha öpüşəndən sonra, Putin'in de o çıxışından sonra bildilər ki, elə bu İlham Əliyev Putin'in, Rusiyanın agentidir. Sonuncu dəfə 2 gün qabaq Misirdə səfərdə olan İlham Əliyev İngiliz baş nazirlə, baxın ha, İngiliz baş nazirlə görüşmək istəyən baş nazir onunla görüşmür. İngiliz baş nazirlə görüşmək istəyir İlham Əliyev.
Steinmeier'lə baş nazir onu ilə İlham Əliyevdən görüşmək istəmir. Ona sərt etirazını bildirir ki, sən oyun oynayırsan, sən bizimlə oyun oynayırsan. Dəyərli vətənlərim, sən bizdən kömək istəyirsən, sonra Rusiyanın təşkil etdiyi tədbirdə iştirak edirsən, bunu İngiltərə və Avropa qəbul etmir. Dəyərli vətənlərim, İlham Əliyev Bakıya gələn kimi qərara gəlir ki, təcili yenidən Rusiya ilə güya münasibətlər hələ də pozulub, güya Rusiya ölkədə çevrilik etmək istəyir 5-ci kolon vasitəsilə. Bu ad ilə Rusiyanın 5-ci kolonu, 5-ci kolon rəhbəri Ramiz Mehdiyev bu ad ilə yenidən bir oyun qurdular, şou hazırladılar Ramiz Mehdiyevin üzərindən. Dünən səhər İlham Əliyev Hikmət Hacıyevi, dəqiq deyirəm, faktdan. Dünən səhər İlham Əliyev Hikmət Hacıyevi, Ramil Usubovu, Xarici İşlər Naziri Ceyhun Bayramovu Ramiz Mehdiyevin evinə göndərib. Evinə göndərib. Dünən səhər İlham Əliyev. Bir dəqiqə, bir saniyə. Baxın ha, bu məxfi məlumatları məndən başqa heç kimdən alamayacaqsınız ha. Bu məxfi məlumatları məndən başqa heç kimdən alamayacaqsınız. Təzdən deyirəm, çünki pişiyi çölə çıxartmaq lazım idi. İlham Əliyev Bakıya gələn kimi qərara gəlir ki, təcili yenidən Rusiya ilə güya münasibətlər hələ də pozulub, güya Rusiya ölkədə çevriliş eləmək, İlham Əliyevi yıxmaq istəyir, güya Rusiya ölkədə çevriliş eləyib yıxmaq istəyir. Yəni 5-ci kolonun rəhbəri, ən əsas adı Putin adamı Ramiz Mehdiyevin üzərində şou düzəldirlər. Şou. İlham Əliyev Bakıya gələn kimi qərara gəlir ki, təcili bir şou hazırlamalıdır. Dünənləri 14 oktyabr 2025-ci il İlham Əliyev, Hikmət Hacıyevi öz köməkçisi, Ramil Usubovu öz köməkçisi, Ceyhun Bayramov Xarici İşlər Naziri hər üçünü Ramiz Mehdiyevin sarayına göndərir. İlham Əliyev. Onlar gəlib Ramizlə danışıb vəziyyəti izah edirlər ki, prezidentin sənin köməyinə ehtiyacı var. Sənin həbs xəbərini yayacağıq. Bu həm müxalifəti həbs etməyə lazımdır, həm də Avropaya göstərəcəyik ki, Rusiya ən böyük nümayəndəsi vasitəsilə İlham Əliyevi ölkədə çevriliş hazırlayırmış. Ən böyük nümayəndəsini Rusiyanın Azərbaycanda ən böyük nümayəndəsini tutduq, çevrilişin qarşısını aldıq, qalanlarını da tutacağıq. Rusiya İlhamı yıxıb daha da radikal öz adamını gətirmək istəyirdi. Elə İlhama şükür eləyin ay Avropa, İlhamla yolunuza davam eləyin. Belə də olur. Ramiz Mehdiyev İlham Əliyevin xahişini qəbul eləyir. Ramiz həbs xəbəri yayılır. Bugün Xarici İşlər Naziri Azərbaycanda olan bütün Avropa devlətlərinin səfirlərinə məktub göndərir ki, baxın ha, bugün Ramiz Mehdiyevin həbs xəbəri əlbəttə ondan sonra çıxır, yayılır. Dəyərləmədən dünənləri. Deməli, bugün Xarici İşlər Naziri Azərbaycanda olan bütün Avropa ölkələrinin səfirlərinə məktub göndərir ki, biz Azərbaycanda ən böyük Rusiya agentini tutduq. Hansı ki, Rus çevriliş eləmək istəyirdi. Daha da bir adamı Ramiz Mehdiyev Avropanın düşmənini gətirmək istəyirdi Azərbaycanın başına. Ya şükür eləyin, öz ölkələrinizə bildirin ki, elə İlhamla yola davam eləmək lazımdır. Sanksiya zad da vermək lazım deyil. Neysə, dəyərli soydaşlarım, təkrar edirəm. Bugün Xarici İşlər Naziri Azərbaycanda olan bütün Avropa ölkələrinin səfirliklərinə məktub göndərib ki, biz Azərbaycanda ən böyük Rus agentini tutduq, ölkədə çevrilişin qarşısını aldıq.
İlham Əliyev özü de Avropa Şurası Parlament Asambleyası ve İngiltere ile əlaqə saxlayarak, bak İlham Əliyev özü de Avropa Şurası Parlament Asambleyası rəhbəri ve İngiltere ile əlaqə saxlayarak məlumat verib ki, biz Rusya agentini tutmuşuq. Rusya agenti ölkədə çevriliş edib Qərb dövlətlərinin Azərbaycandan, yəni Rusya öz radikal adamını gətirərək Qərb dövlətlərinin Azərbaycandan çıxarılmasını təmin etmək istəyirdi Rusya. Biz bunun qarşısını aldıq. Amma mən İlham Əliyev olaraq Avropa ilə münasibətə davam etmək istəyirəm. Ona görə Rusya agentlərini ölkədən təmizləyirəm. Değerlenmeden gördünüz mü? İndi siz bir fikir verin. Bunu Azərbaycandan 5000 kilometrede aralda olan mən bilirəmsə, bunu mən bilirəmsə, İlham Əliyevin 3 nəfəri Ramiz Mehdiyevin evinə göndərib, 3 nəfərin ikisi M6'ya, Mi-6'ya işləyirlər. 3 nəfərin ikisi Mi-6'ya işləyir. Deyirsiniz, mən bunu qabil bilirəm, indi Amerika bilmədi. İndi İngiltərə kralı, İngiltərə baş naziri bilmədi. İndi Avropa Şurası Parlament Asambleyası bilmədi. Bütün organlardan məni izləyirlər. Hamı bilib. İndi baxın, bu qədər Qənimət bəy nefrinə baxdınız da bu günləri. Osman qızın nefrinə baxdınız. Tural Sadıqlı nefrinə baxdınız. Hamının nefrinə baxdınız. Məni qədər nöqtə atışı yapan, hər şeyi ortaya incədən incəyə qoyan bircə nəfər gördünüz mü? Biri çıxıb Mehribanı tərifləyir. Biri çıxıb nə bilim ağılına gələni danışır. Baxın ha, məqsəd nə idi? Mən sizə hamısını bir çatdırdım. Değerlenmədənlərim, değerli soydaşlarım. Deməli, danla baxın siz hələ. İlham Əliyev bütün səfirliklərə məktub göndərir. Eyni zamanda Avropa Şurası Parlament Asambleyasının rəhbərinlə və İngiltərə ilə danışır ki, mən ölkədə çevrilişin qarşısını aldım. Rusiyanın 5-ci kanonu, Rusiyanın ən necə deyirlər, güclü nümayəndəsini həbs elədim. Rusya o çevriliş eləsəydi, ölkənin başına gəlsəydi, bütün Avropanı Azərbaycandan çıxardacaqdı. Allahınıza şükür eləyin, mənimlə işləyin. İlham Əliyev bu belə mesaj verir. Değerli vətənlər. İndi dalla baxam. Görürsünüz, dalınla da İlham Əliyev deyir ki, mən sizinlə işləməyə davam etmək istəyirəm Avropa ilə. Deməli, Avropadan İlham Əliyev xahiş edib, sizdən xahiş edirəm, mənə bu işdə köməklik edin. Lakin İngiltərə buna məhəl qoymayıb. İlham Əliyevin ən böyük milyardları, ən çox milyardları Qod Nissanov və Vahid Ələkbərova ciddi sanksiya qoydu. İngiltərə bu günləri qoydu. Bəli. Yenə deyəm, bunu qabil, bu məxfi materialı bilir, Mi-6 bilmir. Deməli, İngiltərə inanmadı, İlham Əliyevin şousuna, yalanlarına inanmadı. İngiltərə anladı və İlham Əliyevin bütün dünyada nə qədər sərvəti varsa, ondan çox Londonda, İngiltərədə. Çünki BP ilə müqabilə bağlayanda Heydər Əliyev o vaxtı çirkli pulların yuyulması məsələsi ortaya çıxıbdı və London, Britaniya razı olub ki, neftdən çirkli pullar əldə edilən gizli o böyük məbləğlər ancaq Londona, yarıdan çoxu, müəyyən faizi Londona, Britaniya yatırım edilməlidir. İngilislər bu günü düşünüblər. Hazır ki, Rus oliqarxlarında hamısının böyük sərvəti Britaniyadadır. Demirəm, dünyanı min illərdə İngilis idarə edir, hələ indən sonra da min illərdə idarə eləyəcək. Deməli, baxın. Britaniya, İlham Əliyevə, Steinmeier, baş nazir, inanmır.
oyun olduğunu bilir ve Godnisanova İlham Əliyevin en büyük serveti London'da olmaktan yanaşı aynı zamanda yerde kalan servetinin de büyük bir hissesi Godnisanov'un ve onun komandasının adına resimleşipti. Leyla Əliyeva'nın videosu vardı, İlqar Məmmədov koydu ortaya. Godnisanov mənim papamın pullarını fırlayır, papamın. Onun heç nə yoxdur, deyir mənim atamın pullarını fırlayır. İndi baxın, değerli həmvətənlər, Avropadan xahiş edirəm, İlham Əliyev deyib, Avropadan xahiş edirəm bizə bu içərimizdə olan Rus agentlərinin çıxarılmasına bizə kömək eləyin. Daha ən böyüyünü tutulsa nəyə kömək eləsin? Avropa inanmadı. Britanya heç inanmadı. Bakın, İngiltere buna məhəl koymadı. İlham Əliyevin yalan danıştığını bildi. Yalan şousuna bələd olan İngiltere, İlham Əliyevin en büyük milyardlarına fırladan sahip olan Godnisanov'u ve Vahid Ələkbərovu sanksiya saldı. Onların bütün malına, mülküne sanksiya koyuldu. Onların Avrupa'daki, İngiltere'deki ve İngiltere'ye bağlı ölkələrdəki, müttəfiq ölkələrdəki mülklərine həbs koyuldu. İndi bildiniz mi ne var ne yok? Mən diyeni məndən başka ikinci bir adam dedi mi? Dahası, həmin milyarderlerin Avrupa'daki mülkləri özlerine yok, İlham Əliyevə ve Putin'e məxsusdur. Deməli mən deyirdim ha, İlham Əliyevdən Putin şərikdir. O şərikli malları en büyük hissəsini Godnisanov'dan Vahid Ələkbərovun komandasına resimleşmişdi adına, özlerine komandasına. Baxın ha, baxın ha. Həmin milyarderlerin Avropadakı mülkləri özlerine yok, İlham Əliyev ve Putin'e məxsusdur. Az cüzi bir hissəsi həmin milyarderlərə məxsusdur. Cüzi bir hissəsi. Bundan başka Lukoil'e de sanksiya koyuldu. Bundan başka Lukoil'e de sanksiya koyuldu. Azerbaycan'ın Avrupa'daki birçok yanacak doldurma ve neft emalı zavodlarına hepsi koyuldu. Eşk olsun Avrupa'ya, eşk olsun krala, eşk olsun Britanya Mi-6'ya, eşk olsun buradan salamlar deyirəm elə Britanya'nın baş nazirine. Salamlar olsun size. Buradan sizi salamlayıram. Eşk olsun size. Bütün Avrupa'daki, Britanya'daki yanacak doldurma məntəqələri, neft emalı zavodları hamısına sanksiya koyuldu. Təsəvvür edirsinizmi bu ne demektir? Ramiz Mehdiyev oyunu efekt vermedi. Hele ki hazırda vəziyyət budur. Hazırda Ramiz Mehdiyevin hepsi Avrupa'da keçerli olmadı. İlham Əliyevin bu boyda şousu hiç neye yaramadı. İlham Əliyev bu şouyla hiç neye nail olmadı. Ve İlham Əliyev Avrupa'da işkence veren korrupsiyoner kimi tanınan, Vilayet Eyvazov'u kurban vermeyi istəyir indi de. Bu hepsin, Ramiz Mehdiyev hepsinin ikinci tarafı da İlham Əliyevin B planını da düşünüp İlham Əliyev ikinci tarafını. B planını düşünübdür. İlham Əliyev hesap edir ki bu plan işləməyə Avrupa bunu qəbul etmir. Bunun da bu şousuna da inanmaya Avrupa. Bu zaman B variantını işe salmaq lazımdır, düşünülür. Deməli ona göre Ramiz Mehdiyevin dövlət çevrilişi ittihamından istifade edip Azerbaycan'daki muhalefeti tamamıyla məhv eləmək. Bunun B planı belədir. Ramiz Mehdiyevin tutulması, çevrilişi, Avrupa inanmasa, Britanya inanmasa B planı, ikinci B planı. Azerbaycan'da
Avropa, Amerika diyen, A eləyən bütün muhalefet dama doldurulacaq. Başta Əli Kərimli olmaqda. Həmin şəxsləri Ramiz Mehdiyevlə dövlət çevrilişi ittihamı ilə əlaqələndirəcəklər, həbs edəcəklər. Yəni Avropa düzdür, nə qədər olmasa yenə də qalıb da. Az çox muhalefet var da, yenə də AXCP var, başında duran mavinlər, nə bilim, nənə. Mən inanmadınız. Ana vapşen biz nə var? Sizlə qürurlanan, fəxr eləyən, sizdən imdad gözləyən hamını doldururam içəri. Mənə təhlükəsi olsa da olmasa da, hamısını doldururam içəri. Vəssalam. Və üstəlik Avropadakı blogerlərə represiyalar, Avropadakı blogerlərin vurulması yenidən davam edəcək. Hazır olun. Bu qış çox isti olacaq. Getdik dalına baxın. Sizə bir xahiş edirəm. Bir dəhşətli bir xəbər gəlir, amma dəhşətli xəbərdən qabaq maşallah olsun, maşallah olsun 10.000 civarında izləyiciden aşağı düşmür baxış sayımız. Eşq olsun. Bir dənə bəyənmə düyməsini basan əllər var olsun. Bəyənmə düyməsini basmayanın elə diktator olsun. Deməli, istər Azərbaycandan baxan, istər də Türkiyədən baxan, fərq etmir. Diktator diktatordur hər yerdə. Neysə. Değerli vətənlərim, yenə deyirəm, mənim dediklərim, subutlar və məntiqi əsaslar sizi qane edirmi? Xahiş edirəm, bir dənə hə yazın, ya yox yazın. Yenə deyirəm, biri çıxıb Mehriban Ramizi məğlub elədi 3-cü raundda. Biri çıxıb nə deyir? Ay kişilər, ay qardaşlar, işin məğzi buydu. Bak mən bunu sizə dedim. Sabah da inşallah bunu bir kiçik yayımda bunu yuvarlaqlaşdırıb təmiz deyəcəm. İnşallah TikTokerlərdə burada olan insanlar da bunu parçalayıb yayınlayacaqlar, bir-iki hissə qoyaraq. Bak burada insanlar da deyir Qabil, en güzel izahatı, en güzel perde arkası davanı, her şeyi sen ortaya koydun ay Qabil. Məmnunam bundan. Hazırlaşın. Yaxşı at arxanı, yaxşı lider qabağı görməlidir. Hazırlaşın Qabili ölkədə qarşılamağa. Bütün İlham Əliyevin oyunları pozulur. Hamının qucağında otdu Erdoğan'ın, getdi Çinin prezidenti. O yandan getdi Britaniyadan qovuldu. Bu yandan geldi Macron'a söyürdü, Macron'la yapıştı, alınmadı. Ne bileyim, axırda geldi Putin'le qucaqlaştı. Yenə də getdi Avropanın qucağında oturmağa ve Avropanı aldatmaq üçün 5. kolon Ramiz Mehdiyev ovuna çıxdı. Ve Ramiz Mehdiyev'den xahiş eləyiblər ve bu oyunu qurublar. Fikir verdiniz mi siz? İndi dalına baxın. Bir dənə bəyənmə işarəsi. Hazırlaşın. Qabili gətirməyə. Ramiz Mehdiyev Qabili maliyyələşdir. 3 ildir bir köynəkdə efirə çıxıram. 3 ildir. 3 ildir. 1000 manatlıq maşın sürürəm. 5000 euro pul lazımdır. 5000 euro. Çox gözəl işə lazımdır. İlham Əliyevin elə bir ki sonuna göre, mənim irəliləməyimə göre, gözəl işə göre lazımdır da, müəyyən məsələlər var ki, onu bir-iki nəfər burada bilir. Təsəvvür eləyin ki, 5000 euroya göre mən fəhləliyirəm, ən ağır işlərdə, ən ağır, nə hansı binadan nəyə qaldır, hara qaldır, neynə. 5000 euro pul lazımdır. Bir aydır səslənirəm. Mən elə Ramiz Mehdi maliyyələşdirirsə, niyə göndərmirdi 5000 euro? 5000 euron varsa, niyə görə mən 40 salxaq kompüterdə qalmışam? Dəyərli vətənlər, Qabil şərəfli Azərbaycan zabitidir. Qabilin hədəfi hökumətin başına gəlməkdir və gələcəyəm. Mən gəlməsəm də özüm qədər şərəfli bir adamın ora gəlməsini təmin eləyəcəyəm. Ancaq Qabilə bir uzatmaq olmaz. Dəyərli vətənlərim, dostlar, kardeşler, yine de bu bir elanımı eləyim, yine
arada bəzi vaxtlar yayıma gecikirəm və ya yayıma çıxmıram. Çox güman ki, bu həftə 2 dənə yayımımız təxirə düşəcək. 2 dənə yayımımız. Bilirsiniz ki, işlərimlə əlaqədardır.